Sərəncama əlavə pul alırlar, cizgiyə əlavə pul alırlar, evin tikilməsinə əlavə pul alırlar. Yenə deyirəm, öz həyətində sən bir dənə butka tikməyə icazə vermirlər. Adam evin tikibdi, tualeti istəyir çöldə olsun. Tualetin tikmək üçün təməl atanda icra hakimiyyəti gəlir ki, bizi də görməlisən. Qardaş, mən səni niyə görüm? Görmək yaxşıdır da. Qanunvericilikdə göstərilir ki, sənin torpağının çıxarışı varsa əgər, 12 metr hündürlüyündə ev tikirsənsə, sən icra hakimiyyətindən icazə də almalı deyilsən. Getməlisən, məhdudiyyət 12 metr. cizgini çəkdirməlisən. Məhdudiyyət də deyil, yəni məlumatlandırma. Cizgini çəkdirməlisən memara, gətirib təqdim etməlisən icra hakimiyyətinə. 10 gün ərzində bununla əgər irad daxil olmadı, evini tik keçsin. İrad daxil oldu da gedirsən memara, həmin iradı düzəltdirirsən. Təbii məlumat zad vermirsən. Evini tikirsən gedir. Bu məsələni yığışdırmaq lazımdır. Bu dövlətin üstündə yüksək yükdür. İkinci bir məsələni deyim. Azərişıq gəlir, pul alır, işıq çəkir. Azərqaz gəlir, pul alır, qaz çəkir. Nə bilim, Azərsu gəlir, pul alır, suyun çəkir. Avropa məhkəməsi də deyir ki, əgər sən bir adamı kommunal ödənişlərini ödəyirsən ona, bu, o deməkdir ki, sən onu mülkiyyətçi kimi tanıyırsan. Sabahları o ev dövlət və yaxud da ictimai məsələlərə görə sökülməsi zərurəti gələndə sən ona kifayət qədər pul ödəməlisən, çünki onu sən mülkiyyətçi kimi tanıyırsan. Bunu əvvəldən qoymada tikir.